İctimai Radio təqdim edir. Nərmin Aşurzadə və Yusif Qasımovla bu həftə iş dünyasında baş verən əsas hadisələrin icmalı başlayır. Hər vaxtınız xeyir olsun. Tamamilə doğrudur. Bu son bir həftə ərzində nə vacib hadisələr baş veribsə, bugün o haqqda danışacağıq. Mənim üçün ən vacib olan odur ki, dünyaya artıq başqa cür baxmağa başlamışam. Axşamınız xeyir olsun. Bəli, mən elə səni görəndən mənim beynimdə bir fikir fırlanır ki, elə söz demək istəyirəm. Nərmin niyə belə qəşəng olur? O öz yerində və onu da demək istəyirəm. Sual gəlir mənim ağlıma ki, bəs hətta sual yox. Mənim bir filmdən bir stat gəlir ağlıma ki, sənin ətrafında bütün gördüklərin real deyil. Hər şey matrisadır. Belə baxıram da, yəni konkret olaraq. Əslində bax bu hiss edirdim son vaxtlar ki, mən nəyisə görmürəm. Mən önümə çıxan fürsətləri qaçırdıram. İşarələri düz başa düşmürəm deyəsən. Ona görə keçdim artıq. İndi düzünü dünəndə sən mavi tabletkanı içmirsən, yoxsa qırmızı? Baxmamışam ki. Bilirəm ki, anlarsan, amma baxmamışam. Hansını içmək lazım idi? Ha, orada fəlsəfi məsələdir, amma əslində... Qısaca dedə. Qısaca. 30 saniyəyə çatdır. 30 saniyə. Orada səhv eləmirəmsə elə mavi idi. Səhv eləmirəmsə. Yox, qırmızı. Yəni mavini içəndə nə oldu? Yox, qırmızı idi. Qırmızını içirdin və həqiqi matrisanın daxilinə düşürdün. Mavi isə qayıdırdın təzədən, yəni olduğun belə mühitə. Onda mən qırmızı. Hə, qırmızı təbii ki. Biz başqa cür bacarmırıq da zaten. Yusif, danışın bu həftə nələrdən danışdın? Danış. Mən belə çox marağındayam. Bax, biz, mən düşünürəm ki, ən vacib mövzulardan biri mənə görə son vaxtlar odur ki, sıfırdan bir əməkdaşı necə düzgün hazırlamaq lazımdır. Bununla bağlı, çünki bir çox şirkətlər mən fikir verirdim ki, əməkdaş işə götürəndə çalışırlar ki, müəyyən qədər təcrübəsi olsun. Həmişə vakansiyalarda da o yazılır da, təcrübəli. Sanki sıfırdan bir əməkdaşı götürmək bu böyük bir cəsarət tələb edir. Doğrudan mı bu qədər cəsarətli məsələdir ya yox? Bunu aydınlaşdırmaq üçün özümə görə bu mövzunu bu həftə təyin etdik və müzakirə etdik. İndi eşidəcək ekspert o haqqda nələr danışdı, amma sənin fikirlərin maraqlıdır. Sıfırdan heç olub ki, kimsə özünü hazırlamısan? 100%. Dəfələrlə. Necə olacaq? Gəlir şirkətə və sən ilk olaraq insanı bu dönəmdə onun potensialına görə dəyərləndirirsən. Onun fikirləri, onun düşüncə tərzi, gələcəkdə belə deyək də yaratdığın ona potensial situasiyalarda davranışı və s. Oradan artıq müəyyən bir potensialı hiss edə bilirsən. Təbii ki, indi çox belə gülməli mövzular var da. Deyir ki, 15 yaşlı adam və 10 illik təcrübədə, düzdürmü? Amma həqiqətən bir tərəfdən gülməli, bir tərəfdən ağlamalı bir mövzudur. Çünki şans vermə mənə görə tolerantlığı o qədər yüksək deyil bizim əmək bazarımızda, təəssüflər olsun. Sıfırdan kimsə götürmək. Bəli, şans verməyə o qədər də xoşlamırıq. Tez bir hərəkət istəyirik, həll istəyirik, nəticə istəyirik və düşünürük ki, bu nəticəni biz mütləq şəkildə artıq müəyyən bir təcrübəyə sahib bir insanla başlaya bilərik. Halbuki zaman onu göstərir ki, həmin insanların digər tərəfləri də var, mənfi tərəfləri də var ki, o dediyimiz o potensial uşaqlarda daha yaxşıdır və artıq bu qərar mövzusudur ki, yəni həqiqətən o cəsarətliyi tapırlarmı şirkətlər ki, şansı versinlər. Mən düşünürəm ki, həm sıfırdan bir əməkdaşı götürməyin öz riskləri, öz çətin tərəfləri var. Təbii. Həm də təcrübəli insanı götürməyin də öz riskləri, öz çətinlikləri var. İndi sənə görə hansının riski daha çoxdur? Risklərə keçməzdən əvvəl əsas məsələ bilsən nədədir? Orada meyar xərclərin optimizasiyası olmamalıdır. Məsələn də fikirləşirlər ki, mən təcrübəlini götürsəm, əmək haqqı nöqteyi nəzərdən xərcə düşəcəm. Ondan sonra götürmüyorum, cavanı götürürüm. Amma əsas mövzu o deyil, xərc mövzusu deyil. Düzgün və səhv insanı götürmə mövzusudur. Çünki yekunda sən səhv insanı götürürsənsə belə, bu ya təcrübəsiz də ola bilər, ya təcrübəli də ola bilər. Yekunda sən 2 qat zərərə girirsən. Yəni uzun müddətli nəzərə salsaq. Amma mənim üçün şəxsən bu mövzuda potensial və düşüncə tərzi çox vacib bir mövzudur. Orada artıq təcrübəyə baxmırsan. Situasiya verirsən və yoxlama mərhələsində təbii ki. Situasiyanı verirsən və görürsən ki, necə davranır, necə bir həll tapır. Həll yönümlüdür, yoxsa problem yönümlüdür məsələn. Daha çox proaktiv. Bəli, təbii ki, use case yanaşması var da. Bir case, bir fərziyyəvi bir hadisə formalaşdırırsan. Deyirsən ki, bax, fərz edək ki, bax, belə bir şey baş verib. Necə davranırsan? Və artıq baxırsan ki, davranışı necədir, suallar başlayırsan verməyə və artıq həmin o
кейsin çərçivəsində hər bir meyarı sən yoxlaya bilirsən. Stressə davamlılıq, nə bilim, strateji düşüncə, tənqidi düşüncə, nə bilim, digər məsələlər. Sən ayrı-ayrılıqda heç onları yoxlamağa ehtiyac yoxdur. Bir keys çərçivəsində artıq sən 360 dərəcə həmin namizədi yoxlaya bilərsən. Yusif, təsəvvür elə ki, sən məsələn mən gəlmişəm iş müsahibəsinə. Sən də hansısa bir media qurumunun rəhbərisən. Məni aparıcı kimi işə götürürsən. Onda hansı suallar məsələn necə yoxlayardın məni? Elə fərziyyəvi keys formalaşdırardım beynimdəki. Fərz edək ki, gəlmisən və sənin qonağın çox çətin bir tərəf müqabilidir. Suallar verirsən, açılışmır. Çox lakonikdir, mövzunu açmır. Nə qədər sən çalışırsan, artıq bütün belə deyək də kənarlardan çıxmırsan, ssenariyə uyğun da getmirsən artıq. Bax necə edərsən ki, qarşında olan insanı heç olmasa hansısa formada danışdırasın. İndi mən sənə bir şey etiraf edeyim. Məndə doğrudan da belə olub situasiya əslində. İlk dəfə məni işə qəbul edəndə ilk bu sahədə olan rəhbərim doğrudan da belə bir case verdi. Həqiqətən. Mən işə götürəm. Dedik amma təsəvvür elə ki, mən deyildim ha. Yox, sən deyildin, mən deyildim. sən deyildin. Təsəvvür elə ki, mən o özünü o yerə qoydu. Mən ən danışmayan, sən nə desən sənə cavab verməyəcək olan bir dinləyiciyəm və efirə qoşulmuşam. İndi sən vəziyyətdən çıx. Bəli. Və mən də danışırdım, adam danışmırdı, reaksiya verir. Yəni danışırdı, sadəcə danışmaq istəmirdi. Sən başa düşürdün ki, onu güclə danışdırmaq istəyir. Sən burada nə nəticəyə gəlib çıxırıq? Sən tam bir media qurumunun rəhbəri kimi düşünə bilirsən. Təbii ki. Maraqlıdır. Amma məsələ orada sən belə deyək də, danışdırıb-danışdırmamaq mövzusu deyildi. O baxmaq istəyirdi ki, sən situasiyada necə davranırsan. Sən bu üstüvə düşdüyün o yükün altından necə çıxırsan? Stresmi eləyirsən, qapanırsanmı, yoxsa o stres səni daha da çox təşviq edir nəyəsə? Onu ölçürük həmişə. Ona baxırıq. O dediyim potensial var, ha? O potensial odur. Yoxsa gəlib desin ki, aydın məsələdir. Desin ki, mənim təcrübəm yoxdur axı, mən nə sual verim, mənim üçün çətindir. Mənim artıq bir portret çizir də sənin üçün, başa düşürsən? Yəni ona görə bax, orada özünü necə aparacaq, hansı davranışlar sərgiləyəcək, o vacibdir. Razıyam ki, burada əməkdaşdan, yəni namizəddən çox şey asılıdır, amma eynən bir o qədər də sən hansı şirkətdə ilk işə başlayacaqsan, səni kimlər öyrədəcək, mən düşünürəm ki, o daha vacibdir, daha əhəmiyyətlidir. İndi bununla bağlı bir qonağın HR mütəxəssis Araz Nurəddinovun fikirlərini eşidəcəyik və daha sonra biz də öz müzakirəmizə davam edərik. Okay. Toyota şirkəti hər ay əmək haqqlarından başqa tabeçiliyində əməkdaş çalışdıran rəhbərlərə bir məbləğdə, yəni hesablarına pul qoyur ki, bu pul davamçı yetişdirməklə bağlıdır. Və işdən hər hansı bir səbəbdən azad olunarkən o menecer və ya o mentor azad olunarkən yerinə öz yetişdirdiyi adamlardan biri təyin oluna bilirsə, o onun hesabına köçürülür. Ora yığılmış illərlə olan vəsait. Yox, belə bir şey yetişdirə bilmirsə, yəni yanında olan əməkdaşlardan onun yerinə çalışa biləcək əməkdaş yoxdursa, ona bu məbləğ ödənilmir. Sanki bu bir cəza mexanizmi kimi ki... Aslında yaxşı fikirdir. Yəni sən deməli boş əslində çalışmısan, heç kim səndən heç nə öyrənə bilməyibsə, öz yerinə adam hazırlaya bilməmisənsə, yəni kifayət qədər yaxşı deyilsən. Rəhbərlər var ki, təcrübədə görürsən ki, hətta məzuniyyətə belə ayrılmaq istəmir ki, görərlər ki, mən bir ay burada olmadan da iş yeri yürüyə bilir. Yəni ona görə adamlar məzuniyyətə ayrılmalı. Nərmin Aşurzadə ilə idarəetmənin əsaslarını dinləyirsiniz. Xarici şirkətlərin birində belə bir praktika var ki, yəni eşitdində sən orada əməkdaş hazırlayırsan və sonra çıxıb gedəndən sonra belə məsələn təşəkkür əlaməti kimi ki, çox sağ ol bizə belə bir mütəxəssis qoydun. Ona görə sən ödəniş alırsan. Yaxşı fikirdir yox? Əla fikirdir. Ümumiyyətlə ümumi praktikada bunun adı successor planning adlandırılır, yəni davamçının yetişdirilməsi. Və birbaşa olaraq idarəçilər və rəhbərlərin tərəfində belə onların qarşısında belə bir tələb qoyulur ki, ilk gündən ki, sən şirkətdə potensial öz davamçısını seçməlisən, təyin etməlisən və davamlı şəkildə onu yetişdirməlisən. Orada yaxşı bir qeyd olundu ki, elə rəhbərlər var ki, qorxurlar məzuniyyətə çıxmağa. Bax, bu maarifləndirmə mövzusuna gəlib çıxırıq ki, həmin o rəhbərlər Henry Ford haqqında araşdırma etsəydilər, o bildiyin Ford maşının təsisçisidir. Henry Ford haqqında araşdırma etsəydilər, bilərdilər ki, vaxtilə belə bir eksperiment etmişdi. Göndərmişdi məzuniyyətə rəhbərləri. 2 həftəlik. Və sonra 2 həftənin nəticəsində bir qismi ilə vidalaşıb, bir qismini isə belə deyək də karyerada artım yaradıb onlara. Səncə niyə? Hansı əsaslara görə? Artıq mən söhbəti tutdum. Kim ki olmadan da iş yaxşı gedibsə, onunkiləri saxla. Bingo. Bax, məsələ də odur.
ki, yəni həqiqətən güclü rəhbər, güclü lider odur ki, onsuz da bu mexanizm, bu gedişat işləyir. İşləmirsə, demək ki, sən yəni lider olaraq, bir rəhbər olaraq özünə əla və ya yaxşı deyə bilmərsən. Təəssüf ki, bizdə nəyəsə görə bizdə deyəndə ki, həmin o nümunəni deyirəm də, həmin o nümunənin qəhrəmanları nəyəsə görə bunu əks formada qəbul edir. Bəlkə hər yerdə doğrudan da olmaq istəyir. o olur. Bilirsən necə? Bəlkə doğrudan da gənc axı daha dinamikdir, enerjilidir, ailə problemləri yoxdur. Sən isə müəyyən bir yaşa çatırsan, artıq qayğılar daha ləngiyirsən, yeni Hə. texnologiyaları filan bilmirsən. Aha. Və rəhbərlik görəndə ki, səni daha gənc və hətta daha az maaş istəyən bir əməkdaş səni çox rahat əvəz edə bilirsə, deməli səni ondan əvəz edəcək də. Yəni sənə dəyər verilməyəcək. Əksinə o qalacaq, sən gedəcəksən. Bəlkə belə bir təcrübələr çox olur deyə insanlar da qorxur. Amma o xaricdəki kimi olsaydı ki, sən çıxıb gelirsən, amma yenə çox sağ ol ki, falan kəsə hazırladın, buna görə al sənə hər ay bu qədər pul, onda o da hazırlayardı. Mən deməzdim ki, bu yalnız xaricə aiddir. Bizdə artıq belə şirkətlər var, hansında ki, demirəm bu birə-bir belə modeldir, amma dediyim o successor planning Təcrübə var artıq. məsələsi, bəli. Konkret dediyimdə tələb qoyulur. Yəni və sonra ilk növbədə bu meyar əsasında onlar dəyərləndirilir ki, sən necə rəhbərsən ki, sən davamçın yoxdur. Nə işə baxmısan? Mən hər şeyə baxmıram, mikromenecmentlə məşğul olmuşam, bütün prosesləri cızmışam, mən hər yerdə varam və s. Mənim səndən o gözləntim yoxdur, sən hər yerdə olasan. Mənə belə ondan idisə, mən sadəcə bir mütəxəssis tapardım, qənaət eləyərdim həm də öz puluma. Mənim səndən rəhbər olaraq hər yerdə olmağın şəraitim, gözləntim yoxdur. Mən istəyirəm ki, sən güclü komanda qurasan. Ümumi məsələlərdən bəli, agah olasan, amma o demək deyil ki, bütün xırdalıqlara görə özün hər bir şeyə, necə deyim, bir məsuliyyət daşıyıb hər bir yerdə bir sonuncu qərar verən şəxs sən olasan. Belə bir gözlənti yox. Bu yetişkin şirkətlərdir. Bəli, bu yetişkin şirkətlərdir. Digər şirkətlərdə Kimə ki, əksinə nəticə bəli, istəyəcək. kimə ki biz istinad edirik və sabah onları nümunə kimi gətiririk ki, bəli, bizdə də inkişaf var. Aydındır. Bir də biz o haqqda danışırdıq ki, ümumiyyətlə necə seçmək olar? Bax, yeni əməkdaş gəlir də, üst rəhbər necə seçsin ki, bu insana kim öyrətməlidir? Yəni həmin adam necə seçmək lazımdır? Onun özünün hansı bilik və bacarıqları olmalıdır? Məsəl üçün birincisi təbii ki, onun sahəsinə uyğun olan və aid olan birisi olmalıdır. Məsəl üçün də yeni əməkdaş hara gəlir? Tutalım insan resursları departamentinə gəlir ki, təbii ki, onunla məşğul ola bilən və ya həmin o istiqamətdə ən təcrübəlisidir, ya birbaşa rəhbəridir potensial, ya da ki, yəni seçdikləri bu arada bizim yenə də dediyim o aparıcı şirkətlərdə buddy modeli var. Buddy odur ki, buddy tərcümədə, yəni dostumdur. İlkin etaplarda səninlə hər bir yerdə birlikdə gedən, səni hər bir şey başa salan, şirkəti, mədəniyyəti, Bura bufetdir. Bura ay sağ ol, bura bufetdir. Bura məsəl üçün pis departamentdə ora az get, orada çoxlu qeybətlər olur, nə bilim, ora get və s. zarafat edirəm təbii ki. Amma ümumi yo da indi demirlər də bunu, aydın məsələdir, amma deyirlər ki, məsələn də bax bu departament falan məsəl üçün mərtəbədə əyləşir. Orada budur və s. və axır yekunda onun əsas məqsədi odur ki, şirkətə təzə gələn insanın uyğunlaşma prosesini rahat və səlis formada həyata keçirsin. Və seçim də o formada baş verir. Yəni həm onun səriştəsi çərçivəsində və gəldiyi struktur çərçivəsində onunla eyni konteksti paylaşan bir insan olsun və təbii ki, həm daha təcrübəli olsun. Digər tərəfdən də şirkətin o bütün o necə demək, adət-ənənələrinə sahib olan və agah olan birisi olsun. Yəni bu seçim adətən ən uğurlu olur belə məsələlər. Belə insanlar adətən HR-lar arasında seçilir, yoxsa departament fərqi yoxdur? Bəli, hələ hər departamentdə, məsəl üçün vaxtilə mən işləyəndə Paşa Bankda 2019-cu ildə birinci dəfə buddy modeli ilə orada tanış olmuşdum və orada istənilən departamentdən bir nəfər seçilirdi ki, hər dəfə həmin departamentə məsələn kimsə gələndə onun o onboarding deyilən prosesi ilə həmin insan məşğul olsun. Aydındır. Biz HR-lar haqqında da bir məsələni danışmışıq. Təklif edirəm ki, indi onu səninlə birlikdə işləyək, sonra müzakirə edək. Mütləq. İnsan resursları bütün proseslərin bilavasitə içində olmalıdır. O bütün intriqaları da, hər bir şeydən ən birinci xəbər tutan qurum olmalıdır o şeylərdən ki, o məsələlərdən məlumat olmalıdır və həmin o mentorla davam edən o əməkdaşın belə prosesini insan resursları nəzarətdə saxlamalıdır. Mən inanmıram Araz müəllim ona. O böyük şirkətlərdə necə mümkündür o bütün prosesə nəzarət etmək ki, hansı işçinin, hansı əməkdaşla münasibət necədir, kim harda incidir, filan menecer kimə necə davranır. Orada ən yaxşı menecer özü həll edir. Böyük şirkətlərin də bir dənəndə HR olmur da.
Yəni onu da Nə qədər olur ki HR? yəni normalda indi hal-hazırda Azərbaycanda mən çalışdığım, gördüyüm şirkətlərdə təxminən 100 nəfər, 90 nəfərə bir HR nəzərdə tutulur. Yəni bu birbaşa operasyonun içərisində olan HR-dan söhbət gedir. Yəni məsələn bir deyək ki, 250 nəfərlik bir müəssisə üçün 3 nəfər HR nəzərdə Olsun. tutulur. Sizcə o xəbərdar olacaq? Bəli, olur. Araz müəllim, çoxu adım bilmir əməkdaşların. Yox, yəni onda o da HR deyil də. Yəni bütün o mətbəxindən də hər bir şeyindən məlumat olmalı. Səncə HR-lar bütün prosesin bu qədər nəzarəti belə öz əllərində saxlaya bilirlər? Ümumiyyətlə doğrudan da mı onların xəbəri olur kim harda, nə işlə məşğuldur, kim kimdən incidir, kimin potensialı var amma onu əzirlər? İdealda təbii ki, kağızda yazılan məsələdə etməlidir. Ona görə indi hal-hazırda yeni bir rol formalaşıb. Yeni deyil əslində, amma nisbətən cavandır. HR Business Partner adlandırılır. HRBP. Yəni bu nə deməkdir? Məsəl üçün müvafiq istiqamət və departamentin təhkim olunmuş HR-ın nümayəndəsi. Və o elə bil ki, insan resurslarının biznesdən olan arasında bir körpücük formatında iştirak edir və işləyir. Sən baxsan onun iş prosesinə və ondan olan gözləntilərə, orada yazılacaq ki, bəli, müəllimin qeyd elədiyi məsələlər hər şeydən xəbərdar olmalıdır, fikir verməlidir, onların vaxtında təyin edib aradan qaldırılmalıdır və s. Amma şirkətin ümumiyyətlə miqyasından da asılıdır. Yəni adətən böyük şirkətlərdə yəni bu problemdir və saya da baxmır açığı sən deyim. Məsəl üçün balaca şirkətdə ola bilər. Balaca şirkət tutalım bir 300 nəfərlik heyətlə olsun, 400 nəfərlik heyətlə olsun. Orada HR-lar, həmin o HR biznes partnyorlar çatdıra bilir. O da bağlıdır məsəl üçün səriştələrinə və s. və təcrübələrinə. Amma sən yaxşı qeyd elədin. Başlıca funksiya HR-larda deyil. Onların birbaşa rəhbəri, komandası və hətta biz vaxtilə onu da aşılayırdıq komandaya ki, siz heç rəhbəri də gözləməyin. Əgər biz məsələn Agile-da çarpaz funksional komanda anlayışı var. Siz hamınız bir məqsəd uğrunda çalışırsınız və hər biriniz o məqsədə sahiblənirsiniz. Və görürsünüz ki, müəyyən bir problemlər yaşanır. İlkin etapda birinci fazada özünüz həll etməyə çalışın. Alınmırsa onu eskalasiya edib birbaşa olaraq funksional liderə gedir. Yox, əgər funksional lider səviyyəsində də bu həllini tapmırsa, artıq cəlb olunur HR komandası və s. və ilaxır. Hər bir şeyi əvvəlcədən elə insan resursları və talent management adlandıraq onlara biz həvalə edəcəyiksə, oradan yəni ki, vaxtında biz ismarıcılar ala bilməyəcəyik. Bu qeyri-mümkündür. Bax, mən fikirləşirəm ki, hərdən məsələn marketinqin necə işlədiyini kənardan anlamaq olur da. Məsələn, bu şirkətin marketinqi yaxşıdsa, o əlamətlər hiss olunur. Satış komandası yaxşıdsa hiss olunur. Nə bilim, satın alma yaxşıdsa bu da hiss olunur. Amma HR-ın yaxşı olduğu, olub-olmadığı, yaxşı işləyib işləmədiyin əlaməti nədir məsələn? Nədən başa düşmək olar? İlk növbədə əməkdaşının şirkətə bağlılığından. İlk növbədə. Çünki şirkətdə güclü talent management komanda varsa və sən onların mövcudluğunu hiss edirsənsə, sən həmişə ortam haqqında, şirkət haqqında, baş verən proseslər haqqında çox pozitiv danışırsan. Çünki talent management yalnız kadr inzibatçılığı axı deyil. Talent management bu təlim inkişaf, yəni işə götürmə, dediyimiz o HR biznes partnyorluq, nə bilim, artıq yeni istiqamətdə formalaşıb HR data analitika ki, bizim insan resursları departamentimiz artıq data əsasında müəyyən bir şeyləri formalaşdırır, modelləşdirir və onun əsasında rəqəmlə göstərir ki, məsələn, sonuncu ay bizdə turnover rate, yəni bizdən azad olma və çıxma əmsalı bu qədər olub. Bunun səbəbi məsəl üçün budur və bu problemi aradan qaldırmaq üçün biz nə edə bilərik? Bu diqqəti, sayğını daimi olaraq əməkdaş hiss eləyəndə və rahat hiss edir özünü və onun produktivliyi də artır. Budur, yəni HR-ların ilk növbədəki olan funksiyası. İşdən çıxan bir 10 nəfərdən soruşaq ki, siz niyə işdən çıxmısınız? Neçəsində cavabı olacaq ki, HR yaxşı işləmirdi deyə biz işdən çıxdıq? Yox, elə deməyəcəklər. Yəni orada səbəb o məşhur ifadə deyildiyi kimi də biz şirkətlərdən getmirik, rəhbərlərdən gedirik. Yəni bu birbaşa onun ya meneceri, ya line menecerin təsiridir, ya CEO-nun təsiridir. Yəni ki, o HR-ın rolu o qədər də yoxdur əslində bir əməkdaşın şirkətə bağlanmasında. Çünki o birbaşa kimdən işləyir? Öz rəhbəri ilə. İşləyir, amma biz indi fərqli məsələlərdən danışdıq. Onun şirkətə bağlanması və ya loyallığı
Mən də o demək ki, çıxdı. rəhbərə görədir. Bax nəyə deyirəm də. Yəni loyallıq və şirkətə bağlanması və şirkətdən çıxıb nəyə görə çıxmışam, HR pis idi deyə onların bağlantısı yoxdur. Təbii ki, onlar onu deməyəcək. Onlar HR-ı o vaxt hiss edirlər ki, əgər istədiklərini ala bilmirlərsə, əgər hər şey okeydirsə, elə düşünürlər ki, hər şey elə də olmalıymış kimi olmalıdır. Mən fikrimi belə çatdıracağam. Yəni ideal HR-ın işi o vaxt hiss olunur ki, əməkdaş hiss eləyir ki, elə belə də olmalıdır da. Hər şey əladır ki. Yəni bizim rəhbərlə münasibətimiz Başa yaxşı düşürsən. deyilsə, burada Burada deməli birbaşa HR da işləməyib. Yox, orada da bağlantı yoxdur. Birbaşa rəhbərlə olan boşluqlar hiss olunur. O ilk növbədə belə gözə çarpandır. Amma məsəl üçün sən HR-ın yaxşı və ya pis işləməyin hansı meyarını ölçəcəksən, həqiqətən bəsit deyəcəm. Mən bu il ərzində nə qədər təlim almışam. Bax orada məsəl üçün HR komandasının töhfəsi böyükdür. Hə, və biz deyə bilərik ki, yekunda mənim rəhbərim onu təsdiqləyir. Təsdiqləmədi deyə azaldım, yox. Amma məsələn Yox, bu güclü qədər HR rəhbəri güclü challenge eləyə bilər ki, 1 dəqiqə. Bizim məsəl üçün təlim və inkişaf istiqamətində bu qədər sərmayəmiz var. Büdcələmişik bu ilə. Sizin departamentiniz cəmi cümlətəni bir dənə təlimə gedib əməkdaşlar. Bu necə başa düşək? Aydın. Hə, bunu görürsə əməkdaş deyir ki, nə gözəl, mənim güclü HR-ım var, məni qoruyur. Məni hal-əhvalımı soruşur. Çünki hal-əhvalı soruşmaq nə deməkdir? Həmişə nə bilim, işdən çıxanda əmək haqqını öyrənib onun qarşılığını vermək demək deyil də. Hal-əhval soruşmaq o deməkdir ki, necə gedir işlərin, onboarding prosesi necə keçdi, təlimin ehtiyacların qarşılanırmı, qarşılanmırmı və s. və axır. Onu mən hiss edirəmsə, o kontaktdayımsa, mən həmişə deyəcəm ki, bəli, mən diqqət altındayım və HR-ımız sağ olsun. Sağ olsunlar. Sağ olsunlar. Həqiqətən sağ olsunlar. Hər biri sağ olsunlar. Keçən dəfə biz marketinqdən danışırdıq. Yazıq marketinqi küçümsədik. Təəssüflər olsun. O deyil işdən də. Bu dəfə HR-lar. Amma yəni halbuki marketinq Heç kim heç vaxt küçümsəməyib. Xüsusilə bizim verilişdə. keçən dəfə mövzu elə o idi ki, elə posterimizdə onu göstərirdi. Yox, küçümsəmək sözü başqadır. Orada deyirdi ki, marketinqin əhatə dairəsini kiçiltməyin. Biz həm də satırıq. O onu deyirdi və efirdə səslənən cümlə də o idi. O mövzu deyildi. Yox, o deyilmişdi ki, və düz mövzudur ki, bizim belə deyək də, ictimaiyyətimiz düşünür ki, marketinq PR deməkdir və sadəcə poster hazırlamaqdır. O idi də. Mən onunla da razı deyiləm də ki, həqiqətən belə reallıq var, o reallıqla razılaşa bilmirik. İndi HR-lar eyni şeydir. Yəni HR-lar heç də küçümsənmir, heç də onunla heç kim kifayət qədər son dövrlərdə ən çox dəyər görən sahədə mən düşünürəm ki, HR var. Amma mən elə görmürəm. Neqativ olanda ilk yada salınandılar, dediyim kimi. Kimsə nə bilim, vakansiya ilə bağlı vaxtı geri dönüş etməyəndə LinkedIn-də Kimi yada salaq? 50 sətirlik postlar görürük. Kimi yada salaq onda? Bəlkə özümüzü. Niyə? Keçib keçməməyinlə bağlı. İstənilən halda sənə geri dönüş olmalıdır. Geri dönüş olmalıdır. Olur da. Sadəcə bizim son vaxtları elə bir qeydlərlə rastlaşıram ki, avtomatik cavablar olmamalıdır. Mən istəyirəm fərdi yanaşma olsun. Amma böyük kütlə olduğu təqdirdə, çox olanda qeyri-mümkündür onu etmək bir tərəfdən. Və ona görə avtomatlaşdırılmış maillər qururlar şirkətlər ki, məsəl üçün sizdə alınmadı, biz başqa bir insanla davam etməyi seçdik, sizə uğurlar və s. Ona da artıq biz okey deyilik və mən görürəm o qeydləri və şərtləri. Sən dediyin hallarda çox az olur da. İnsanların əksəriyyəti sizinlə özümüz əlaqə saxlayacağıq və o zəngi hələ gözləyirlər. Yox, bu köhnədir. Bu artıq keçmişdə qalan mövzulardır. Hansı ölkənin şirkətlərindən Azərbaycan ölkəsindən danışıram ki və LinkedIn-dən danışıram birbaşa olaraq ki, HR mövzusu ilə ən çox populyar olan mövzu odur ki, geri dönüş yoxdur və sən dediyin mövzu artıq aktuallığını itirib. O Tək ki, mən ən çox istəyirəm ki, nə mənada aktuallığını itirib. Onunla barışıblar ki, onu geri dönmələr. Onsuz da geri dönməyəcəklər. Hə, onu görüb qırağa. İndi yapışırlar o mövzudan ki, bizə avtomatik və customizasiya olunmamış fərdi formada xitab formasında olunmayan bir maillər gəlir. Hələ ki, bizə robot cavab verdi. Elə olmamalıdır. Qoy bizə birə-bir cavab versinlər və bizim boşluqlarımızı qeyd eləsinlər. Yaxşı istəkdir. Gözəl istəkdir. Amma bunu adətən şirkətlər sonda olan fokus qrupa shortlist deyilən bir şey var da, yekun shortlistdə deyilir. Amma gözlənti odur ki, mən sadəcə göndərmişəm CV-mi,
Mənə o fazada da hamımız birəbir dönün. Yəni bir tərəflidir biraz yanaşma, onu demək istəyirəm. Və HR-larla bağlı mən yalnız son zamanlar təəssüflər olsun ki, bax, yalnız neqativlər eşidirəm və təəssüf ki, yəni ölkəyə də bağlayırlar onu. Yalnız Azərbaycanda prinsipi ilə. Başqa yerlərdə elə deyil və bizə gələndə belədir və s. və ilaxır, amma biraz detala gedəndə araşdıranda. Bütün HR-ların vəkili Yusif Qasımov. Məsələ vəkillikdən getmir, amma necə deyirlər, oturaq düz danışaq. Siz müştərinizi tanıdıqdan sonra, müştəriniz kim olduğunu bildikdən sonra satmaq elə də çətin proses deyil. Müştərinizin iki tipdə alınmır. Birinci nüans budur ki, müştərinizin nə qədər pul ayırdığını bilmirsiniz. Məsələn, siz məhsulu satırsınız 100 manata, amma müştəriniz buna 70 manat vermək istəyir. Yəni siz özünüzü öldürsəz də, 100% endirimdə təklif eləsəz, ipoteka şərtləri də təklif eləsəz, falan onun cibindəki məbləğ bir qədərdir və ya beynindəki məbləğ bir qədərdir. O onun üzərinə heç bir addım atmayacaq. Müştəri psixologiyasını bildikdən sonra çox rahat siz ona trük eləyə bilirsiniz. Məsəl üçün adətən elə məhsullarda biz bunu daha çox qida məhsullarında görürük. Məsəl üçün biz 1 litrlik hansısa içkini satırıqsa 10 manata, bunun 350 qramını 5 manata çox rahat satırıq. Çünki müştərinin ayırdığı büdcə onun 7 manatdır. Siz ona beynindəkinin 7 manat olduğunu bildikdə 5 manatlıq məhsul təklif edəcək ki, o daha sürətli onu alışını həyata keçirdir. Onda yaxşı satıcı birinci bilməlidir ki, müştərinin nə qədər pulu var. Xeyr, müştərisi kimdir? Danışdığımız ikinci mövzu isə o idi ki, yeni nəsil istehlakçıların hansı davranışları var və biz bunu satış təlimçisi Elxan Sultanlı ilə müzakirə edirdik. Elxan bəy orada vurğuladı ki, yəni birinci düzgün satış o deməkdir ki, sən öz müştərini tanımasan. Açıq mən bunu ilk dəfə eşitmirdim. Yəni həmişə satış adamları onu deyirlər. Və mən burada məsələn diqqətimi çəkən odur ki, müştərini tanımaq deyəndə səncə nəyi bilmək lazımdır? Müştərinin haqqında nə vaxt doğulub, neçənci dəfə evlənib falan bu deyil də bu məlumat. Əslində Sən də birbaşa data ilə bağlı olduğuna görə soruşmaq istəyirəm ki, məsələn müştəri haqqında hansı məlumatlar səndə olmalıdır ki, onu düzgün tanıyasan? Əslində gülürsən, amma bunu bilməliyik əslində. Doğrudan. Bu profil adlandırılır. Yəni buyer persona deyilən bir şey var da. Yəni persona, onun adı, soyadı şərtidir. Sadəcə belə tipli insanların sayı 100, 200, 300 ola bilər. Şərti Nərmin. Nərmin kimdir? Neçə yaşı var? Hobbiləri nədir? Nə xoşlayır? İstehlakçı davranışı hansılardır, vərdişləri hansılardır. Əgər bu tipajda insanlar çoxdursa, elə dedikləri məsələlərə toxuna bilərik ki, yəni onun əsasında da müvafiq strategiya qurulur. Birəbir razıyam dedikləri ilə. Sən razı deyilsən? Yox, razıyam. Mən sadəcə həmişə bu ifadəni tez-tez eşidirəm ki, müştərini tanımaq. Tanı 100%. Mən sadəcə bilmək istəyirdim ki, yəni təkcə müştəri yox da, deyək ki, iş yoldaşımızı tanımaq. Yəni biz onun haqqında, biz bir insanı tanımaq üçün, bu əgər müştərinsə onun haqqında başqa məlumatları bilməlisən, həyat yoldaşınsa başqa məlumatları bilməlisən, müdüründürsə başqa məlumatlar, tələbənsə ki, başqa. Bilmək istəyirəm ki, müştəri ilə yaxşı işləyə bilmək üçün onun haqqında hansı məlumatları bilməlisən. Ya da nə qədər çox o haqda onun haqqında məlumat biləcəksənsə o qədər yaxşıdır. Yəni təbii ki, bu istehlakçı çərçivəsindədir də. Yəni belə pis çıxmasını, ailəlidirmi yoxsa yox? Aylıq xərcləri nə qədərdir? Yaşadığı ünvanlar, məsəl üçün əhatə. Yəni onun yanında hansı marketlər var? Necə gedir? Orta çeki nə qədərdir və s. Bu hamısı data, bu da var əslində. Yəni bunu tapmaq indi hal-hazırda indiki dövrdə çox rahatdır. Və yəni data yönümlü qərarlar da elə bunadır da, bu deməkdir ki, sən bir profil personanı təyin etdin, bir fokus qrupu, həmin insanlar toplusu sənin məsəl üçün potensial biznesin falan faizini təşkil eləyir. Sən düşünürsən ki, aha, mən bunlara yatırım etsəm dəyərmi yoxsa yox? Yatırım da dedikdə onların belə deyək də davranışlarının əsasında o hilələr dediyi trüklər, onları qurmaqdır. Tam doğrudur və uğurluq strategiyalar məhz müştərini yaxşı tanımaqdan irəli gəlir ki, biz özümüz də hiss etmədən bir istehlakçı olaraq gedəndə görürük ki, bu əsl mənliymiş ki. Və elə düşünürük ki, elə bir ki, göydən 3 alma düşdü də. Yəni əslində o deyil. Bu düşünülmüş, fikirləşmiş bir strategiya, merchandising və digər məsələlərdir. Məsəl üçün marketdə nəyə görə çörəyi çox uzağa qoyurlar adətən? Gəzdirsinlər insanı. O çörək dalıca gələrək bütün mağazanı gəzərək paralel olaraq bir neçə şeyi də götürüb çıxır. Nəticədə upselling baş verir, cross-selling də baş verir və bir şeyə görə gələn insan 10 dənə çeşidlə çıxır. Və belə. İkinci danışdığımız məsələni də məncə eşitmək istəyəcəksiniz. İnsanın ən böyük pul xərclədiyi dövr onun evlilik dövrüdür.
Yəni belə deyək də 20-30 yaş aralarındadır. Yəni o insanlar hal-hazırda iqtisadiyyatı necəsə ayaqda saxlamağa çalışırlar. Çünki ən çox pulu onlar xərcləyirlər, dövriyyə onlardan formalaşır və necəsə biz onlara uyğunlaşmalıyıq. Onlar daha çox onlaynla mı alış-veriş edirlər? Okey, biz daşımalıyıq öz Daha çox pul xərcləyən 20-lərdir. Mən məsələn düşünürəm ki, 30-40 arası insanlar Xeyr. Azərbaycanın ən böyük uğur dediyimiz faktorlarından biri də onun orta yaşının 30-ların aşağısında olmasıdır. Biz hələ ki gənc ölkə sayılırıq. Məsəl üçün Yaponiya artıq qoca ölkə sayılır, orta yaşı onun 40-ın üzərindədir. Və sair və axır Almaniya biraz da daha qoca ölkə sayılır. Bizdə yaş kateqoriyası elədir ki, bizdə əhalinin səhv eləmirəmsə, səhv xatırlamıramsa 60%-ə yaxını 30 yaşın aşağısındadır. Yeni nəsil sayılır və onlar nisbətən həm daha çox işləməyə, faydalı olmağa, daha çox enerji tükətirlər və nəticədə bu enerjilərinin qarşılığında pul qazanırlar və onu yenidən bazara qaytarırlar. Çox az 20-30 yaşlarında insan var ki, bu enerjini tükətir və bir vəsait əldə eləyir, o vəsaiti sadəcə olaraq harasa yatırım eləyir. Bu rəqəm 1-2% keçmir. Qalan 98% isə, bunu yəqin ki siz dostlarınızdan da bilirsiniz, bu gün maaş alırlar, 3 gün sonra isə deyirlər heç nə qalmadı. İctimai radioda müzakirə başlayır. Nərmin Aşurzadə və Yusif Qasımov bu həftə iş dünyasında baş verən əsas hadisələri şərh edir. Bax mən bu səsdə, bu qısa səsdə 2-3 dənə özüm üçün nəyisə bilirdim, biraz da dəqiqləşdirdim. Əvvəlcə gəl ondan başlayaq ki, ən çox pul xərclənən adam pul xərclədiyi yaş bu 20-30 aralığıdır. Sən nə fikirləşirsən bu haqqda? Bilmirəm, bu statistika hardandır? Mən çox bilməmişəm belə. O satış adamıdır. Hə, yəqin ki, araşdırıb. Hə, ola bilər. Çünki mən heç belə bir statistika ilə tanış deyiləm və bununla bağlı bir fikir də bildirmək nə dərəcədə düzgündür. Mən düşünürəm ki, bu biraz insanın davranışına bağlı olan məsələdir və yaşa bağlı deyil. Məsələn, yalnız 20-lərmi, 20 və 30 arasımı belə bir aktivdirlər və pulu qaytarırlar bazara. Bilmirəm, 30-40 araları da çox olur və ya məsəl üçün vəsait əldə edib yalnız bir tərəfə onu yatırım edənlər. Bilmirəm, biraz qarışıqdır informasiya. Nəyəsə istinad edibsə yəqin ki, onu təhlil edib. Ona görə mənim cavabım elə olacaq ki, case by case, yəni ki, insandan və onların davranışından asılıdır. Sən bəs razısan o statistikadan? Bəlkə sən görmüsən o statistikanı? Yox, mən məsələn düşünürdüm, statistikadan məlumatım yoxdur, amma məsələn mən düşünürdüm ki, insanın ən çox pul xərclədiyi yaş bu 30-40-dır. Yəni orada da qeyd eləmişəm. Çünki elə bilirəm ki, artıq uşaqlarının məktəbi, ipoteka filan, bu əlavə xərclər və insanlar sanki ailə qurur və artıq ailəyə pul xərclənir də daha çox. Həm daha çox qazandıqları dövrdür. Hə, məntiqlidir əslində. Həm də daha çox xərcləyirlər. Yəni 20-lərdə olan bir adamın maksimum xərcləri nə ola bilər ki? Bəlkə dediyim mövzu sırf ailə və məişətlə bağlı olmayan, sırf harasa müxtəlif istiqamətli yatırımlardan gedir, bilmirəm. Qazanır və başlayır onu başqa tərəflərə yatırmağa, xərcləməyə, harasa investisiya qoyur. Məsələ odur ki, yatırmır. Bax o səsin ikinci əsas hissəsi o idi ki, hətta 1-2% desən qeyd elədi ki, insan həmin yaşlarda yatırımla məşğuldur. Mən əminəm ki, o 1-2% deyən kriptoya aid olanlardır. Ya kriptodur, ya da tradingdir. Başqa heç nəyə yatırım. Ümumiyyətlə yatırım mədəniyyəti bizdə sanki çox deyil də. Bizdə yox, bizdə. Sahibkarlıq mədəniyyəti daha çoxdur. Bizə məsələn rahatdır ki, bir öz biznesimi qurum, işimi görüm, nəinki nəyəsə pul yatırım. Ya da ki, bizdə yatırım çox güman ki, şeylə bağlıdır da. Daşınmaz əmlak da ən populyar bizdə yatırım tipli. Qızıl, daşınmaz əmlak və matras. Və matrasın altına pulu qoydum. Bununla bitdi dədə-baba qaydası ilə. Hə. Ən pisi də odur. Çünki dəyərdən düşəcək də o. Yəni iqtisadi nöqteyi nəzərdən bəli, düz deyirik. Amma biz valideynlərimizdən soruşsan deyə nə badə. Ən etibarlısıdır, qaldıranda görək ki, burdadır. Amma o dəyəri də itirəcək. Ümumiyyətlə yatırım etmisən nəyəsə? Özündən başqa da, özüvə və uşaqları var, ailə, onları demirəm. Etmişəm. Belə cavab verəcəm. Çalışıram maliyyə nöqteyi nəzərdən diversifikasiya edim. Diversifikasiya o deməkdir ki, bir mənbəyə yox, müxtəlif istiqamətlərə onu edim. Səncə bu verilişin dinləyiciləri onu bilmir? Bilir də, ona görə deyirəm də. Hə, yox, izah elə, birdən düşünərsən ki, yox, mən dedim ki, sadəcə, yəni ki, müxtəlif istiqamətlərə edirəm və ya zaten bilinir ki, diversifikasiya o nə sözdür ki, biz o sözlə yatırıq və biz o sözlə oyanırıq, yəni problemdir. Hə, bölüşdürürsən pulları. Yəni həmişə də bizi elə öyrədiblər vaxtilə ağıllı insanlar ki, bir yerə, bir
hətta banka belə vəsaiti sən yerləşdirəndə bütün vəsaiti bir banka yerləşdirmək olmaz. Bax sən deyirsən ki, öyrədiblər evdə valideynlər yoxsa? Yox, valideynlər valideynlər əksinə matras məntiqi ilə gedirdilər. Öyrədənlər, yəni o dediyimiz bayaq harda vaxt ilə sən karyeraya başlayırsan, alma mater deyilən bir yer var da, sənin karyeravın təzə-təzə toxunduğun o yerlərin başlanğıc nöqtəsi hardadır? Məndə ABB-də olub. Düzdür, Muğam Bankda başlamışam, amma alma mater olaraq ABB Bank mənim üçün əzizdir və o necə deyim sənə, maliyyə savadlığı mövzusunda çox böyük bir mənə istiqamət veriblər vaxtı ikən təcrübəli mənim ustadlarım. Bəxtin gətirib əgər təcrübəli insanlar. Çox. Başlamısansa, çox əhəmiyyətlidir. Biz bu həftənin 4-cü günü 4-cü yüksəliş, 5-ci yüksəliş müsabiqəsinin qalibi Elnur Mirzəzadə ilə həmsöhbət tanıyıram Elnuru. Tanışsınız? Tanışıq və çox bacarıqlı bir insandır və əminəm ki, nəsə bir maraqlı mövzu haqqında danışmısınız. Səbirsizlənirəm. Rəqəmsal transformasiya həm biznes, həm dövlətdə və həm media sahəsində istifadə olunur. Mənə görə iki yanaşma var. Birinci düşüncə tərzi məsələsidir. Əvvəllər analoji düşüncə idi, analoji yanaşma idi, amma artıq data əsaslı yanaşmaya keçid olub. Yəni insanlar əvvəllər sadəcə intuisiyalarına dayanaraq hansısa bir qərarlar verirdilərsə, artıq süni intellekt erasında bizdə həm məlumat çoxdur, həm fürsətlər çoxdur, həm alətlər çoxdur və bunlardan istifadə edərək qərar vermə prosesində daha çox data əsaslı qərarlar, yəni məlumat əsaslı qərarlar verilməsi lazımdır. Yəni bizim arxada bir məlumatlarımız olmalıdır, kontentlə bağlı, media kontenti ilə bağlı. Biz analiz etməliyik ki, bu doğrudan da maraqlıdır yoxsa yox. Maraqlı deyilsə onu bir növ çıxartmalıyıq prosesdən və nə maraqlıdırsa istifadəçilərə onu təqdim etməliyik bir tərəfdən. Və ya həmin xəbəri necə maraqlı edə bilərik? İndi biz burada daha çox media sahəsində olan transformasiya haqqında, rəqəmsal transformasiya haqqında danışırdıq, amma data ilə bağlı dedikləri məqamlar da xüsusilə diqqətimi çəkdi. Yəni düzgün məlumatların işlənməsi və s. Düşündüm ki, bunu bu gün səninlə burada danışmalıyıq. Yox, qızıl xırdalayıb da mən nə əlavə eləyim? Sən tanışlara həmişə belə eləyirsən. Hə, deyəndə də deyirsən ki, qızıl xırdalayıb. Xüsusi belə diqqət yox, zarafat deyirəm təbii ki. Düz deyir ki, yəni əvvəllər biraz biz hətta bu mövzunu səninlə ayrıca da toxunmuşduq vaxtilə, intuisiya və data. Bax, mən data ilə məşğul olsam da belə, yenə də düşünmürəm ki, tamamilə bütün qərarlar data əsasında verilməlidir. Sonda yekun qərar istənilən halda intuisiyadır. Amma intuisiyada da bir təcrübədir də. Yəni biz düşünürük ki, bu 7-ci hissdir, 6-cı hissdir, gut feeling deyirlər və s. və ilaxır. Amma bu da bizim vaxtilə toplandığımız bir təcrübənin təzahürüdür də. İntuisiya dediyimiz bir şey. Hardasa görmüşəm, hardasa eşitmişəm. Nəsə tanış gəldi. Yox, burada nəsə qığılcım getdi. Deyəsən düz eləyirəm. O data ilə yola çıxıb yekunda intuisiya ilə yekun nöqtəni vurmaq ən ideal bir yanaşmadır mənə görə. Mən yəni bunun bir həmişə bəhrəsini görmüşəm. Elnur da burada vurğuladığı məqamlar doğrudur. Əvvəl analoji idi, indi artıq yavaş-yavaş data yönümlü gedirik. Həm də cavan ölkəyik deyə data nöqteyi nəzərdən. Hələ çox şey öyrəndiyimiz məsələlər qabaqdadır və ümumilikdə məndən soruşsan, getdiyimiz yol məni çox məmnun edir. Ta ki, sadəcə mənim bir dəbli və hype mövzularına bir o qədər şişirtməmək lazımdır hal-hazırda. Məsələn, süni zəka mövzusu, digər mövzular və s. Bəli, doğrudur, gedirik, eləyirik və gedəcəyik də. Amma hələ ki o mərhələdə deyilik. Təəssüflər olsun. Təəssüf deyəndə ki, bu bir təkamüldür və normaldır. Zaman gələcək. Yəni bu, yəni istər-istəməz o gəlib bizə də görəcək. Sadəcə tələsməmək və ən əsası sui istifadə etmək lazımdır bunun üstündə. Populyardır deyə hər bir küncdən bucaqdan bu haqqda danışmaya ehtiyac yoxdur. Yaxşı. Amma istəyirəm biz danışaq hələ ki data haqqında. Danışaq. Nə gəlirsən danışaq. Deməli, sən deyirsən ki, bayaq bir dənə cümlə işlətdin, xoşuma gəldi. Deyirsən ki, nə qədər data olsa da, axırda intuisiya ilə gəlib qərar, hisslərlə qərar veririk də. Amma bilmirəm bu data analitiklərdə bu beləmi olur ya yox, amma indi bunu həyatda öz təcrübəmizə, istər iş həyatına, istər şəxsi inkişafımızla bağlı, şəxsi həyat falan da fərq yoxdur, bir sahəyə aid etsək. Bax, bəzən bizdə data o qədər çox olur ki, biz o qədər özümüzü məlumatla yükləyirik ki, fərqli mənbələrin məlumatları, fərqli insanların fikirləri. Biz öz intuisiyamız orada heç nə demir.
O sadəcə bloklanır və sən sadəcə data ilə artıq qərar verirsən. Ya fərqindəsən, ya heç fərqində də deyilsən ki, sən öz səsin, öz intuisiyan ümumiyyətlə burada işə düşüb və bir çox hallarda elə bilirsən ki, elə yaxşısı buydu. Yəni yaxşı ki, ürəyimin səsinə o vaxt qulaq, ümumiyyətlə ürəyin səsi yox idi da, yəni qulaq asılan səsi yox idi. Yaxşı ki, ağılla qərar verdim və s. Hə. Bu haqqda nə düşünürsən? İndi bəlkə biraz belə fəlsəfi olacaqdı, amma datanın bu qədər çox olması, məlumatın və bizim nəticədə öz hisslərimizi eşitməmək. Datanın çox olması elə problemdir. Elə çox olması çirkli data anlamı var ümumiyyətlə. Bu o deməkdir ki, mövcud bilirsən necə? Biri var data, biri var məlumat. Yəni fərqlidir var, o. Onun stadiyaları var da. Deyir data, informasiya, bilik, müdriklik. Bilmirdim. Data bunlardan hansıdır? Data birincidir. Sadəcə mən xəbərdaram nədənsə. Amma mən onu hələ ki informasiyaya formalaşdırmamışam. Bu bir çirklidir. Okay? Sən dediyin məsələ elə çirkli datadan söhbət gedir. O qədər bizdə mənbələr, nə bilim, istinadlar və s. və axır var indi hal-hazırda. Biz bilmirik ki, nəyə istinad edə bilərik, nəyə edə bilmərik. Harda keyfiyyətlidir, harda keyfiyyətsizdir. Belə bir fəsadları yaşayırıq da, hal-hazırda çoxluqdur indi. Kəmiyyət boğub keyfiyyəti, belə deyək. Ona görə orada o stadiyada necəsə bunu bir keyfiyyətə çevirtmək lazımdır. Ki, kəmiyyətdən keyfiyyətə keçsin. Artıq keyfiyyətli data informasiyaya çevriləndə sən artıq öz qərarı verir. İnformasiya olduğu yerdə sən artıq ürəyi eşitməyə başlayırsan. Başa düşdün? Əgər lap da belə fəlsəfəyə giririksə, informasiya stadiyasında o küy ki var ha. O küy çıxır aradan yavaş-yavaş. Sən o yazıq o səsi, dup eləyən o səsi var ha, ürəyin səsi. Onu yavaş-yavaş eşidə bilirsən. Amma çirkli datada hər yerdə o qul deyilən bir şey vardı, belə sən eşitmirsən, sən deyirsən ki, mən hardayam, nə baş verir. Ona görə bəli, çətin mövzudur. Biz onu çirkli datadan keyfiyyətli informasiya necə çevirək, elə dediyin o analitiklərdə, digərlərdə hamısı onun cavab axtarışındadır. Amma yenə də bax bu intuisiya mövzusuna qayıdanda düşünürsən, təhlil edirsən, baxırsan, deyirsən ki, yenə də unutmamaq lazımdır. Burada var. Hə, burada yerləşir. Ara bir o nisbətən tez, ara bir daha nisbətən az döyünür, amma döyünür. Döyünürsə də bir onun da dili deyim, belə danışıq tərzi döymədir də. Döyünməyə biraz qulaq assaq yanılmarıq düşünürəm. Amma biraz, biraz. İndi bir şey soruşmaq istəyirəm. Onun belə deyə bilmərsən, çox və ya az bilmərsən də istəyirəm. Bir şey soruşmaq istəyirəm. Bilirəm ki, seçim qarşısında qalmağı xoşlamırsan. Baxır hansı? Bilmirəm, mənə ilk verişdə elə demişdin ki, mən seçim qarşısında qalmağı sevmirəm. İlk verişdə o montajda da bilmirəm indi bura yerləşdirə biləcəklər yox. Yerləşdirsən belə olsun da, yəni ki, maskalar cırıldı falan. Hə, elə demişdin. Əgər seçim qarşısında qalsan, səncə daha çox dataya etibar etmək lazımdır, yoxsa ürəyin səsinə etibar etmək lazımdır? Onlar bir-birinə əksdirsə. Onlar bir dənə prosta mini sual verim. Seçim deyəndə ki, sənə deyirlər ki, ya bunu seç, ya bunu seç, düzdür? Yox, sən bir qərar verirsən, ürəyin bunu deyir, intuisiyan bunu deyir, ağlın isə başa düşsən ki, bəli, bu belə olmalıdır, məlumatlar filan başa düşsən ki, bu belə olmalıdır. Amma sən seçim qarşısında qalanda hansı ilə qərar verəcəksən? Ürəklə. Bir şey seç. Seçəcəm. Ürəklə. Çünki düzgün olsa da belə, bilmirəm, o düzgünün də bir tərəfi var da, biz onu necə deyə bilərik, tamamilə düzgündür, yoxsa yox da, okey? Düzgün və data onu deyirsə belə et, yekunda mən həmişə intuisiya ilə seçim etmişəm və heç vaxt da yanılmamışam. Bir nümunə gətirə bilərəm. Bugün biz çox bu haqda danışdıq, işə götürmə mövzusundan da. Data, süni intellekt və robot göstərir ki, bu CV daha uyğundur. Amma sən hər iki CV-ni incələyirsən və görürsən ki, sadəcə orada müvafiq açar sözləri istədiyi kimi qeyd olunmayıb deyə sistem onu qəbul eləmir. Amma gəl onu istənilən halda fərdi surətdə dəyərləndirin. Və nəticədə görürsən ki, onu dəyərdir. Başa düşürsən nə demək istəyirəm? Razıyam. Və digər qərarlar da ola bilər. Məsəl üçün data onu göstərir ki, məsəl üçün də sən burdan müəyyən bir şeylər
itki kimi qəbul edə bilərsən, amma ürəyin deyir ki, yox, o riskə dəyər. Məsəl üçün, bax bu da ola bilər. Çünki mən risklərə həmişə hə demişəm bu nöqteyi nəzərdən. Ona görə birinci o efirə qayıdanda və seçim olmağı xoşlamıram deyəndə mən onu demək istədim ki, mən o vaxt onu xoşlamıram. Mənə kənardan ikisindən birini seç kəlməsi ilə mənə xitab eləyəndə mən həmişə ona qarşılıqlı sual verirəm ki, kim deyib ki, yalnız 2 dənəsindən birini seçməliyəm ki? Bax, o nöqteyi nəzərdən mən həmişə seçimdən qıraqda oluram və alternativ bir şey axtarıram. Amma belə bir seçim, dediyin seçim reallığında ürək. Aydındır. Ümumiyyətlə bir şey seçmək bu həmişə pis deyil. Bu da bəzən yaxşıdır. Yəni bir dənə nəyəsə fokus olmaq. Hə, fokus olmaq, bəli, razıyam. Hə. Bu haqqda kitab da var. Elə adda belədir bir şey. Biz bu həftənin 5-ci günü, yəni bu gün günorta saat 1-də Sərxan Rüstəmovla birlikdə məhz bu haqqda danışırdıq. Bu kitab haqqında danışırdıq. Kitabın səndə yaratdığı təəssüratlar, fikir, sənə ötürdüyü əsas mesaj, yəni əsas qayəsi sənin üçün nədən ibarət oldu? Etiraf edim ki, mən onu oxumamışam. Amma mən araşdırmışam. Sən mənə deyəndə ki, bu kitab danışılacaq, mən getdim biraz araşdırma elədim və başa düşdüm ki, daimi olaraq mənim yaşadığım fəlsəfələr var ki, orada. Məsəl üçün fokus. Mən şəxsən multitasking, yəni bir anda bir neçə paralel işlərlə məşğul olmağın belə deyək də müsbət tərəflərini bilmirəm. Yoxdur belə bir şey mənim üçün. Halbuki illər getdikcə də, yəni bizim işə götürənlərin orada qeydləri var idi vakansiyalarda. Həmişə qeyd edilə bilər ki, multitasking. Eyni multizadaçnost, yəni eyni zamanda min dənə şey etmə bacarığı. O qadınlarda daha yaxşı alınır, bilirsən? O yarım kürələr mövzusuna gəlib çıxacaq yəqin ki, amma mən istəmirəm ora gedim, neyrobiologiyaya girişim. Məsələ yenə də mən o konsepsiyanın uğuruna inanmıram sadəcə. Mən düşünürəm ki, nəyisə uğurlu etməyin üçün fokuslanmaq lazımdır. Və tək mən onu demirəm. Sonuncu frameworklər, yanaşmalar, müasir idarə etmə üsulları deyir ki, siz müəyyən bir işlə məşğulsunuzsa, ona müəyyən bir formada fokuslu yanaşın. Orada saat mövzusu var, məsəl üçün filan qədər saat ayırın ona və s. və axır Pomodoro prinsipi var. Pomodoro prinsipi var ki, hansı bir işi qurursansa 35 dəqiqə ayrılmadan fokuslu onu et, sonra mini 5-10 dəqiqə pirri belə təzədən qayıt. Hər 5 dəqiqədən bir harasa ayrılacaqsansa, sən işi normal edə bilməyəcəksən vaxtında. O Pomodoro yanaşmasıdır. Və digər tipli məsələlərdə, yəni fokus döyər. Mən belə deyərdim. Və döyür də. Və mən çox bəyənirəm. Və özüm də fokuslu adamam deyə. Mən məsəl üçün sən dediyin o istedad var xanımlarda. Mən bəy olduğuma görə demirəm onu. Mən prosta bacarmıram. Elə uşaqlar var ki, mən isə bəylər. Mən əksin bacarmıram. Mən məsələn darıxıram. Bir işi görəndə, yəni fikri yayındıran paralel 2-3 iş görülməlidir ki, eyni anda. Mən heç vaxt bir kitab oxumuram. Məndə yarımçıq 2-3 dənə kitab var. Biraz o, biraz bu. Mən 2-3 seriala eyni anda hətta baxıram. Hətta həyat yoldaşım buna əsəbləşir ki, niyə biz kinoya baxa-baxa sən telefonda işlə bağlı nəsə yazırsan, kiməsə cavab verirsən. Necə diqqətin onda orada deyil axı. İndi burada nə danışıldı? O istəyir ki, sən tam fokus olasan onun kimi. Amma yəni mən darıxıram. Mən sadəcə kinoya baxanda darıxa bilərəm. Mən başa düşürəm ki, mən nəsə əlavə bir iş də görməliyəm. Amma onu qarşılamır. O məsələn bunu belə qarşılamır və işdə də eyni vəziyyət olur. Mən sadəcə bir işlə məşğul olanda başa düşürəm ki, darıxacam. Sən cinsiyyətə bağlıysan onu, yoxsa bu fərdi bir məsələdir? Sırf Nərminə aid olan bir şeydir, yoxsa yox? Demirəm bütün qadınlar belədir. Yəni ki, bütün qadınlar belə. Amma ümumilikdə qadınlar daha çox bir neçə tapşırığı birlikdə yerinə yetirirlər. O bilirəm. Məsələn, uşağı məktəb dərslərini eləyə-eləyə o yemək də bişirə bilər, öz işi ilə də bağlı danışa bilər və s. Yəni yaxın da dura bilmərik o mövzuda. O heç gülməli bir. Məsələn, çox tərəfli onlar olurlar, daha çox. Hə. Gülməli bir şey yadıma düşdü. Elə eynən də həyat yoldaşımla baş verən bir məsələdir. Mənim o fokuslu mövzuma aiddir. Məsələn, kinoya baxıram. Çox deyir ki, sən 100-cü dəfə o kinoya baxırsan, necə ola bilər ki, yenə belə bir həvəslə baxırsan? Baxıram və baxdığım müddətdə məni kiminsə çağırdığını eşitmirəm. Deyir ki, ay qardaş, ay bala, deyirəm nə olub? Sən uşaq artıq 5 dəfə çağırıb ay papa eşitməmisən. Deyirəm mən kinoya baxıram, kinoda. Nəticəsini yaxşı görürsən, yəni bir şeyə bu qədər fokus olmaq nəticəsi səncə daha yaxşıdır? Sən necə sadəcə detallara qədər
bilgi olur. Yəni məsələn hər hansı bir kinodur da. Aha. Kinolara çox detallı baxıram deyə. Aha. Hətta replikaları belə, dialoqları belə əzbər bilirəm. Və yeni təzədən gələndə mən belə zarafat yana deyirəm ki, bax indi bunu deyəcək. O da olur. Bildikdə də yaxşı bütün kinonu bilirsən və s. Bax odur ancaq kinodan danışırıq. İndi kinoda budur hə, da. Aydın İşdə məsələdir. amma bir şeyə fokus olmaq. Amma Yusif, bax sən belə Hə. deyirsən, sən axı özün paralel bir neçə işlə məşğulsan. Həm yaradıcı tərəfdə varsan, O başqadır həm da. analitikada varsan. Yo, bu da odur da. O konseptual mövzudur, amma məsəl üçün bax mən belə bacarmaram ki, indi hal-hazırda məsəl üçün nəsə yazım. O an nə edirsənsə onu edirsən. Paralel olaraq başqa bir işi nəsə orada Hə, həll hə, eləyim. Mənim beynim partlayar və mən düşünmürəm ki, ümumiyyətlə onu etmək mənə xeyirdir. Mən ondansa fokuslanım. Həmin işdə mən daha yaxşı bir nəticələr vermiş olaram. Başqa bir araşdırmada bu kitabla bağlı başqa bir araşdırmada o olmuşdur ki, ümumiyyətlə deyir ki, balans adında bir şey mövcud deyil bu dünyada. Və mən çox razıyam o fikirlə. Mənsə yox. Ola bilər. Xüsusən də məsəl üçün mən iş və həyat balansı, work-life balans yanaşmasına inanmıram qətiyyən. Qoy məni daşlasınlar indi, pomidorlar atsınlar mənə. Amma inanmıram. Çünki yoxdur belə bir şey ki, sən nəyisə balanslaşdırasan. Hətta kitabda belə yazır ki, kontur balans var. Sən hansısa müddətdə özünü daha çox fokusladırsan müəyyən bir istiqamətə, sonra da prioritetə uyğun fokusladırsan başqa bir istiqamətə. Mənim üçün isə bu iki məfhumda, məsəl üçün ən populyar nədir? Ailə və işdə, məsəl üçün. Mənim üçün bu bir sinerjidir. Yəni biri digərindən necə deyim, qaynaqlanmalıdır, yox, enerji almalıdır düşünürəm. Sən hər ikisində uğurlu da yox deməyəcəm, uğurlu. Necə ifadə Eyni qədər fokusunu olmayacaq. Yox da fokus mövzusu da deyil. Bilsən necə sevməlisən. Aydın məsələdir ki, ailədir, sevirsən, məsələn, işini də sevməlisən. Ailədə olduğu o baş verən məsələləri də özünü canını verməlisən ürəkdən, təmənnasız, sevgi ilə və s. Özünə bir yük kimi qəbul etməməlisən. Məsəl üçün uşağı məktəbdən götürmək və ya onu bağçaya aparmaq, ayda mən probkada qalacağam və s. və axır buna necəsə bir fan qatmalısan, bir məzəli olmalıdır, bir oyun olmalıdır, nə bilim, yol üstü. Elə balans odur da. O balans deyil o. Balans o deməkdir ki, 50-50 ikisi də eyni səviyyədə, eyni səviyyə olmur. Nəysə, Prioritet. bugün daha çox dalaşmaq istəmirəm. Hə. Ona görə sonda Prioritet çox vacibdir və dəyişkəndir. İstəyirəm sonda müəllifin hesab etdiyi səhvlər var ki, biz uğura gedən yolda bu 6 yanlışı eləyirik. Onlar haqqında danışaq qısaca. Vaxtımız artıq az qalır. Buyur. O deyir ki, məsələn də bizim əvvəl danışdığımız kimi hər şey eyni qədər vacib deyil. Məsələn, o bir dövr olur ki, sən başa düşürsən prioritet indi budur, bir dövr gəlir ki, sən başa düşürsən budur. Onlar dəyişə bilər. Eisenhower matritsası da hətta var bununla bağlı. Vacib və təcili mövzusu. Eşitmiş olarsın. Okay. Hə, doğrudur. Düzdür. Çox iş görmək bu produktivlik deməkdir. Yəni sən nə qədər çox işləyirsənsə, o qədər məhsuldarsan deməkdir. Çünki bəzən rəhbərlər də elə bilir ki, kim 8-9 saat işdə oturursa, bütün gün kompüterin qabağında nəsə eləyirsə, ən çox işləyən onlardır. Xeyr, onlar deyil. Digər məsələ isə intizamlı insanlar daha uğurludur. Onları sadəcə uğurlu hesab etmir. Deyir ki, onlar sadəcə vərdiş yaradanlara qədər intizamlıdır. Yəni sən o vərdişi yaratsan, sən uğurda onu keçəcəksən. İradə hər zaman mövcuddur. Deyir ki, yox, əslində iradə enerjidir və gün ərzində azala bilər. Yəni günün bəzi saatlarında biz şkalada yox deyəndə o demək ki, biz iradəmiz yaxşıdır, bəzi məqamlarda iradələrə salamlar. Daha sonra isə balans həyatı realdır. Həyatda tam balans yoxdur, qeyd edilir, amma bəzən nəyəsə daha çox enerji, yəni ki, kontur balans dediyim məsələ. Sonda isə biri qaldı. İstəyirəm onu da deyim ki, o qeyd edir ki, böyük olmaq təhlükəlidir. Əksinə böyük düşünmək səni kiçik addımlara irəliləməyə motivasiya edir. Yəni ki, bizə bəzən deyirlər, sən çox real düşünmürsən, çox böyüksən, arzun çox absurddur, falan, reallığı əks elətdirmir. Biraz xahiş edirəm dünyaya qayıt və s. belə ifadələr eşidirik və onda əksinə, yəni nə qədər kiçik düşünürsənsə, eləməz o çərçivə problemlərlə də qalırsan. Yəni cılızlaşırsan. Hə. Biraz böyük düşünmək lazımdır. Məncə bu cümlə ilə də verişi yekunlaşdırmaq olar. Məncə də çox gözəl bir yekun oldu. Bütün tənbəl insanlara böyük salam oldu bu ifadə. Mən də qatılıram çünki özüm də böyük tənbəllərdən biriyəm. Sevirəm onu özümdə. Təşəkkür edirik gəldiyinə görə. Çox sağ olun. Çox sağ olun. Yenidən eşidilmək ümidi ilə.